Axırda bir cümlə xanım Ümmül Bəninə təvəssül eləmək istəyirəm ki, həyatımda xeyrini çox görmüşəm. O qapını xanıma nəzir deyəndə tez qəbul olur. Mən tövsiyəm budur ki, kim nə hacəti olsa ona təvəssül eləsə tez qəbul olunur. Hələ ilk dəfə gəlin gələndə deyir, tarixdən oxuyuram sizin üçün, deyir, gəldi, dedi ki, bu evin böyük qız icazə verməsə mən bu evə daxil olmaram. Zeynəbdən icazə aldı Əlinin evinə gəlin gələndə. Ondan sonra deyir, düşdü yerin kəndarını öpdü qapının. Qapının kəndarını öpdü, uşaqları topladı, dedi, mən bu evə xanım olmağa gəlməmişəm, biləsən. Mənə kəniz kimi baxın, mən sizin kənizinizəm, sizə xidmət eləməyə gəlmişəm. Tarixdə var, adı Fatimə idi. Həzrət Əliyə dedi, ev əhlinə dinən məni Fatimə adından çağırmasınlar. Görürəm, Zeynəb narahat olur. Mənə Ümmül Bənin desinlər. Oğluna da öyrətmişdi ki, qardaş deməyəsən Hüseynə. Ona Mövla denən, ağa denən, sən Fatimə balalarının nökərisən. Ona görə deyirlər, atdan yerə düşəndə, ya əxa, qardaş eşinə neyəm sən deyandı. Bəlkə neçə ildir bu sözün arzusunda idi. Ariflərdən belə bir söz nəql edirlər, deyirlər, cürəti olmazdı yenə də qardaş deməyə. Fatimə gəldi başının üstünə. Fatimə dedi ki, qardaşlığı çağır. Xanım Zəhranın hörmətinə qardaş dedi İmam Hüseynə. Bunu ariflər deyir. Əvvəlfəz Mədinədən çıxanda xanım Ümmül Bəndə oğlumca bir sözüm var. Çəkdi onu kənara, dedi ki, Hüseyn şəhid olasan, sağ qalasan, südümü halal eləmərəm. Birdən sağ qayıdarsan. Və xanım Zeynəbə dedi, Ümmül Bənin Mədinəyə qaydanda. Dedi, xanım, mənə danış Hüseynimi necə öldürdülər. Xanım Zeynəb dedi, Ümmül Bənin yox idin orada, mən gözümlə görürdüm. Necə mənim qardaşımın başını bədənindən ayrılırlar. Ümmül Bənin yox idin, necə görmədin, necə daş olan daş atırdı, ox olan ox atırdı, nizə olan nizə atırdı. Deyir, xanım Zeynəb danışır, o da ağlayır. Və birdən son sualını verdi, dedi, mənim Abbasımdan razı qaldınız ya yox. Deyir, görüm, əvvəlfəz vəfalı sahabə ola bildi Hüseynəyə yox. Dedi, razı qaldım, razı qaldıq. Qardaşlığın haqqını yaxşı icra elədi